Salam, gəlin bugün çox vacib bir məsələdən danışaq. Büdcənin idarə edilməsi. Bu, biznesdə idarə etməni tam ələ almaq üçün, bilirsiniz, ən güclü vasitələrdən biridir. Hiss etmisiniz heç, bəzən elə bil biznes sizi idarə edir, siz onu yox. Bax, əgər belə bir his varsa, deməli tam doğru ünvandasınız. Gəlin elə birlikdə maliyyə planlaşdırmasının dərinliklərinə inək, görək sirləri nədir. Bax, gəlin əvvəlcə özümüzə çox fundamental bir sual verək. Siz öz biznesinizi idarə edirsiniz, yoxsa o sizi? Yəni, sükan sizin əlinizdədir, yoxsa sadəcə necə deyərlər, hadisələrin axınına düşüb gedirsiniz? Bax, bu, reaktiv olmaqla proaktiv olmaq arasındakı o böyük fərqdir. Və sizin bu suala verəcəyiniz cavab əslində biznesinizin gələcəyini müəyyən edə bilər. Ciddi deyirəm. Bu şəkillər yəqin ki, çoxumuza tanış gəlir, elə deyilmi? Hə, o sənəd qalaqları, bitib tükənməyən tapşırıqlar, o daimi stres. Bax, bunların hamısı əslində plansız işləməyin birbaşa nəticəsidir. Yəni, sadəcə ortaya çıxan problemlərə reaksiya verirsən və salam. Belə olanda təbii ki, sükan sizin əlinizdə olmur, hadisələrin axınında olur. Yaxşı, gəlin indi biraz daha dərinə gedək. Plansızlığın konkret nəticələri nə olur? Yəni, idarəetməni itirmək deyirik, amma bu sadəcə bir his deyil, bilirsiniz. Bu, çox real, çox ciddi problemlərə yol açan bir vəziyyətdir. Baxın, bu şəkil əslində hər şeyi deyir. O qədər sadədir ki, iki tərəfdən tikilir, amma ortada qovuşmur. Bu körpü, zəif koordinasiyanın, plansızlığın mükəmməl bir simvoludur, elə deyilmi? İndi bir anlıq düşünün. Sizin biznesinizdə belə bir şey olubmu? Yəni, fərqli şöbələr, fərqli komandalar, ayrı-ayrı istiqamətlərdə işləyib, sonda isə layihə, bax, bu körpü kimi yarımçıq qalıb. Əlbəttə, hamımızın planlaşdırmamaq üçün öz tutarlı səbəblərimiz var, yox? Amma gəlin adını düz qoyaq da, bunlar əslində bəhanələrdir. Gəlin indi ən çox eşitdiyimiz o klassik bəhanələrə bir baxaq. Bax, nömrə bir bəhanə. Planlaşdırmağa vaxtım yoxdur ki. Elə deyil, ən klassik, ən çox deyilən bəhanə budur. Güya ki, plan qurmaq onsuz da ağzına qədər dolu olan iş qrafikimizə əlavə bir baş ağrısıdır. Amma bir dəqiqə, bu həqiqətən belədir. Yoxsa bu əslində bir tələdir. Amma cavab çox kəskindir, həm də çox məntiqli. Bəlkə də problem tam tərsinədir. Yəni, bəlkə də elə planlaşdırmadığınız üçün vaxtınız yoxdur. Çünki plansızlıq nə eləyir? Sizi daim təcili, amma əslində əhəmiyyətsiz işlərlə məşğul edir. Bir növ yanğın söndürən kimi işləyirsiniz. Nəticədə isə əsl vacib məsələyə, yəni planlaşdırmaya heç vaxt növbə çatmır. Yadda saxlayın, planlaşdırma vaxt itkisi deyil, əksinə sizə vaxt qazandıran bir şeydir. Gəldik ikinci klassik bəhanəyə. Əsas odur ki, satış olsun. Danış gəlir, bu yanaşma bütün diqqəti anlıq nəticələrə, sırf bugünkü satışa cəmləyir. Yəni, strategiya filan boş şeydir. Əsas odur hərəkət olsun. İş geçsin. İlk baxışdan məntiqli görünür, hə? Amma gəlin bir neçə kritik sual verək. Hansı satış? Hər satış yaxşı satışdır ki, yəni bu satış sizə həqiqətən pul qazandırır, yoxsa əksinə resurslarınızı yeyib bitirir? Bəs strateji olaraq sizi bir addım irəli aparırmı? Baxın, hər hansı bir qiymətə sadəcə satış olsun deyə satış etmək uzun müddətli perspektivdə biznes üçün fəlakət deməkdir. Və son olaraq ən pessimist, ən sinik bəhanə. Əşki, nə mənası var ki, onsuz da işlər heç vaxt plana uyğun getmir ki. Bu, bir növ ağ bayraq qaldırmaq, gələcəyin qeyri-müəyyənliyi qarşısında təslim olmaqdır. Yaxşı, amma bəlkə planın məqsədi heç gələcəyi 100% bilmək deyil. Bax, əsas məqamda elə budur. Plan, gələcəyi göstərən bir sehirli güzgü deyil. Heç kimdən bunu gözləmək olmaz. Plan əslində sizi gələcəkdəki o qaçılmaz dəyişikliklərə hazırlayan bir məşqdir, bir yol xəritəsidir. Düşünün, əlinizdə bir xəritə olanda yolun bir hissəsi bağlansa nə edərsiniz? Panikaya düşməzsiniz, alternativ yollara baxarsınız. Plan da eyni funksiyanı yerinə yetirir. O, sizə çeviklik verir. Yaxşı, deməli problemləri gördük, bəhanələri də eşitdik, indi gəlin həll yoluna keçək. Nəzarəti yenidən ələ almaq üçün bizə nə lazımdır? Bir plan. Və bu planın ürəyi, əsas funksiyası nədir? Koordinasiya. Bu şəkil məncə hər şeyi çox aydın izah edir. Bir anlıq bir futbol komandası təsəvvür edin. Hər oyunçu meydanda öz bildiyini etsə, öz istədiyi tərəfə qaçsa, nəticə nə olar? Tam bir xaos, elə deyilmi? Qələbə üçün hər kəs eyni taktikaya uyğun, bir-biri ilə əlaqəli şəkildə oynamalıdır. Biznesdə bundan fərqli deyil. Plan bütün komandanın eyni ritmdə, eyni musiqini ifa etməsini təmin edən bir dirijor çubuğu kimidir. Və planlaşdırma təkcə daxili nizam-intizam üçün vacib deyil. Unutmayaq ki, sizin öhdəlikləriniz var. Çox ciddi öhdəliklər. Sizin biznesiniz bir adada tək deyil. O,
müəssisə sahiblərinə, yəni investorlara, sizə borc verən kreditorlara, sizinlə çiyin-çiyinə çalışan işçilərə, təchizatçılara və təbii ki, bütün bu sistemin mərkəzində dayanan müştərilərə qarşı məsuliyyət daşıyır. Bütün bu tərəflərin qarşısındakı öhdəlikləri yerinə yetirmək üçünsə dəqiq bir plana, bir yol xəritəsinə mütləq ehtiyac var. Deməli, planın vacib olduğunu artıq başa düşdük. Yaxşı, bəs bu planı, bu strategiyanı necə reallığa çevirək? Onu necə ölçülə bilən bir şey edək? Cavab çox sadədir, büdcə ilə. Büdcə əslində sizin planınızın rəqəmlərlə, yəni pul dili ilə ifadəsidir. Gəlin bir anlığa büdcə haqqında bildiyimiz o negativ fikirləri unudaq. Büdcə sizi məhdudlaşdıran bir qəfəs deyil. Qətiyyən. Əksinə, o sizi görəsən pulum hara getdi narahatlığından azad edən bir bələdçidir, bir GPS kimidir. O sizə resurslarınızın, pulunuzun, vaxtınızın, enerjinizin hara getdiyini ayna kimi göstərir. Ən sadə formada büdcə nədir? Bir proqnozdur. Nə qədər gəlir gözləyirik və bu gəliri əldə etmək üçün nə qədər xərcləməliyik və bu aydınlıq dostlar əsl azadlığın özüdür. Bu bənzətmə məncə çox yerindədir. Təsəvvür edin, biznes mürəkkəb, bahalı bir maşındır. İndi sizə sual verirəm. Heç birimiz bahalı, son model bir avtomobili sürücüsüz, yəni şansın ümidinə buraxıb yola salarıq? Əlbəttə ki, yox. Yaxşı, bəs onda niyə biznesimizi, bu ondan da mürəkkəb maşını, plansız, büdcəsiz, yəni sükanı olmadan idarə etməyə cəhd edirik? Yaxşı, bütün bunları danışdıq, motivasiyamız da yüksəldi. Bəs konkret olaraq haradan başlayaq? İlk addım nə olmalıdır? Gəlin indi planlaşdırma prosesinin özünə addım-addım baxaq. Deməli, proses bir-birini izləyən 3 əsas mərhələdən ibarətdir. Piramidanın zirvəsində strateji plan durur. Bu, sizin böyük mənzərənizdir, şimal ulduzunuzdur. Yəni 3-5 il sonra şirkətinizi harada görmək istəyirsiniz? Bu, böyük xəyalınızdır. Sonra bir pillə aşağı enirik, biznes planı. Bu artıq o böyük xəyala çatmaq üçün sizin konkret yol xəritənizdir. Yəni, hansı addımları atacaq? Bazar analizi, marketinq, əməliyyatlar. Və piramidanın əsasında, təməlində nə durur? Maliyyə planlaşdırması, yəni büdcə. Bu, sizin yol xəritənizi hərəkətə gətirən yanacaqdır. Proqnozlaşdırılan gəlirlər, xərclər, pul axını, bütün konkret rəqəmlər buradadır. Və bir şeyi heç vaxt unutmayın. İstəyirsiniz investor axtarın, istəyirsiniz bankdan kredit götürün ya da sadəcə öz komandanızı bir ideya ətrafında birləşdirmək istəyin, bütün bu qapıları açan universal bir açar var. O açar da sizin əlinizdəki yaxşı düşünülmüş, möhkəm biznes planıdır. Və beləliklə söhbətimizin sonunda gəlib çıxdıq birbaşa sizə ünvanlanmış bir suala. Bütün bu danışdıqlarımızdan sonra indi bir anlıq dayanıb öz biznesinizə, öz layihənizə, öz karyeranıza baxın. Sizin planınız nədir? İdarə etməni həqiqətən ələ almaq üçün atacağınız ilk konkret addım nə olacaq? Unutmayın, cavab da, sükan da sizin əlinizdədir.